Mən demişəm ki, prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçisidir və xalqa görə bu vəzifəni daşıyırlar. Bu cümlə cənab prezident, sizin cümləniz və xalqa verdiyiniz ümiddir. Əlavə olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti olaraq dəfələrlə məmur özbaşınalığına, məmur haqsızlığına, məmur xaosuna toxunaraq məmurlara öz hədlərini bildirmişsiniz. Lakin əfsuslar olsun ki, bəzi dövlət qurumları və məmurlar sizin dediklərinizi qulaq ardına vuraraq məhal qoymur, xalqa zülm etməkdə, xalqın əmlakını mənimsəməkdə, xalqın son qəpiyinə göz dikməkdə, xalqı xaosun içində saxlamaqda davam etməkdədir. Siz dəfələrlə bildirmişsiniz ki, bu özbaşınalıq haqqında, məmur haqsızlığı haqqında mənə siqnal verin, mənə məktub yazın, elektron e-mailimə yazın, şikayət ərizələri göndərin. Lakin vətəndaş olaraq etdiyimiz minlərlə müraciətlər həm elektron, həm şikayət formasında sizin dəftərxanada uğurlanmaqdadır. Dövlət qurumları tərəfindən onların əleyhinə olduqda bütün məktublar, şikayətlər yoxa çıxardılmaqdadır və məmur xaosu davam etməkdədir. Buna misal olaraq bildirmək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları əmlakımı mənimsəyib, dövlət qurumu olaraq və mənə dəymiş ziyana görə məhkəmə, hökm və qətnamaları var, dövlətin adından çıxardılan məhkəmə qətnamaları var. 5 ildir ki, məhkəmə qətnamaları Lənkəran İcra Prokuror şöbəsindədir. Hələ mən 4 il bundan qabaq keçmiş Ədliyyə Naziri Fikrət Məmmədovun, yeni Ədliyyə Naziri, yəni 1 il bundan qabaq da demişəm, Fərid Əhmədovun, Ombudsmanın, Baş Prokurorun dəfələrlə, yəni bütün dövlət qurum rəhbərlərinin qabulunda onda bildirmişəm ki, Lənkəran İcra Prokuror şöbəsinin apardığı icra tədbirləri reallığı əks etdirmir. Ümumilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin manafeyini qoyulur. Onların sifarişləri əsasında aparılır. Məndən istədikləri 2021-ci ildə məndən istədikləri 12.000 rüşvəti vermədiyimə görə bugünkü gündə məni 4 ildir ki, məhkəmələrdə süründürürlər. Mən bunu dəfələrlə Ədliyyə Nazirinə 4 il bundan qabaq demişəm. Bunlar 1 ay bundan qabaq məhkəmə qətnamalarını geri qaytarıblar ki, Şirvan Kommersiya Məhkəməsi biz bunu icra eləyə bilmirik, acizik. Amma mən 4 ildir ki, bütün dövlət qurum rəhbərlərinə bildirirəm ki, bunların apardığı icra tədbirləri reallığı əks etdirmir, sırf Ekologiya Nazirliyinin tərəfindən onların manafini qoruyaraq aparılır. Çünki onlar məndən rüşvət istəyib, mən bunu verməmişəm. Mən bunu keçmiş Ədliyyə Naziri Fikrət Məmmədova da demişəm, mən bunu Ombudsmana da demişəm, Səbinə xanıma, mən bunu yeni Ədliyyə Naziri Fərid Əhmədova da demişəm 2 dəfə, mən bunu keçmiş İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova da demişəm, Qabil Əliyevə də demişəm, onun mavini, indiki İcra Baş İdarəsinin rəisi Fərid Əhmədova da demişəm. Bütün dövlət qurumlarına, Mehriban xanımın katiblərinin də qabulunda olanda bildirmişəm, şikayət ərizəmdə də qeyd eləmişəm. Sizin köməkçiləriniz Fuad Ələsgərovun 2 dəfə qabulunda olanda da birində özü olub, birində köməkçisi olub, bildirmişəm. Şahmar Mövsum'un da qabulunda olanda bildirmişəm. Onun köməklərində qabulunda olanda bildirmişəm ki, bunlar məndən istədiyi rüşvəti vermədiyimə görə məni məhkəmələrdə bugünkü gündə süründürürlər. Sonu nə oldu? Məhkəmə qətnamalarını geri qaytarırlar ki, güya biz bunu icra eləyə bilmirik. Budur Azərbaycan qanunları, cənab prezident. Budur dövlət məmurlarının Azərbaycan qanunlarına verdiyi qiymət, Azərbaycan konstitusiyasına verdiyi qiymət, sizin dövlət məmurları haqqında dediklərinizə qoyduğu hörmət. Bugün mən Azərbaycan Respublikasında müstəqil ölkədə yaşayıram. Müstəqil demokratik ölkədə yaşayıram. Neynəyəm mən bu müstəqilliyi ki, mənim haqlarım tapdanır? Neynəyəm belə demokratiyanı ki, yalnız məmurların xeyrinədir? Yalnız məmurların xeyrinə işləyir bu qanunlar hamısı. Vətəndaşlardan fərqli olaraq məmurlar dövlət qanunları, dövlət məhkəmə qətnamaları tanımırlar. Əzilən xalqdır, vətəndaşın 1 manatına belə göz dikirlər bunlar.
Bugün mən neft ölkəsində yaşayıram, amma aldığım pensiya 3-cü qrup gözümə görə 150 manat puldur. Onun da 90 manatı mən kredit verirəm. Yaxşı, mən 3 az yaşlı uşağım var. Mən nə etməliyəm? Olub qalan da dövlət məmurları mənimsəyib, talayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatı və mənə dəymiş ziyana görə dövlətin adından çıxardılan məhkəmə hökm və qətnamaları var. Sizin qurum rəhbərləri də rayonlarda sizin tapşırığında əsasən qəbullar keçirdir. Hamısının qəbulunda olmuşam. Elə bir dövlət qurum rəhbəri yoxdur ki, mən onun qəbulunda olmayayım. Cənab Prezident, sizin köməkçiləriniz başda olmaqla bütün dövlət qurum rəhbərlərinin qəbulunda olmuşam. Lakin bugünkü günə qədər Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamaları tapdalanmaqda davam edir. Dövlət qurumlarının tərəfini saxlamaqda davam edir. Nə məhkəmə qətnamaları sayırlar, nə vətəndaş sayırlar, nə də dövlətin qanunlarına və sizin dediklərinizə əməl edirlər. Mən 6 ildir ki, gözümü dəyişə bilmirəm. Gözümün protezini dəyişə bilmirəm. Yenə deyirəm, 150 manat pensiya alıram, 3 az yaşlı uşağım var. Yaxşı, olub qalanım da bu dövlət məmurları. Mən necə dəyişim bu gözümü? Dərdimi kimə deyim? Yenə deyirəm, Azərbaycanda yaşayırıq, müstəqil və demokratik Azərbaycanda yaşayırıq, amma vətəndaşa nə xeyri? Milyonlar içində, milyardlar içində Azərbaycanda neft-qaz ölkəsində yaşayırıq. Mənə verilən 150 manatdır, mən bunu heç eləyə bilmirəm. Bağlarım evdə acından ölür. Bütün əmlakımda dövlət məmurları talayıb. Kimin də yanına gedirəm, xeyri yoxdur. Kimə də dərdimi deyirəm, xeyri yoxdur. Ya da dərdimizi deyiləsi heç bir yer qalmayıb. Heç bir yer qalmayıb. Kimə nə deyək bilmirik. Orada elə bir dövlətdə yaşayırıq ki, elə bir haqsızlıqda yaşayırıq ki, elə bir qanunsuzluqda yaşayırıq ki, dərdimizi kimə deyirik bilmirik. Nə Lənkəran İcra Prokuror şöbəsi qanunları icra eləyir, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlətin adından çıxardılan məhkəmə qətnamalarını icra eləyir, nə dövlət qurum rəhbərləri dövlətin adından çıxardılan məhkəmə qətnamalarına məhəl qoyur. Mənə olunan hədə-qorxulara görə mən 2 dəfə Vilayət Eyvazovunda qəbulunda olmuşam. Biri mənə deyir, sənin başına torba salıb apararıq. Biri mənə deyir, sənin gedər gəlməzə göndərərik. Mən nə eləmişəm? Haqqımı istəməkdən başqa mən nə eləmişəm? Əlimdə məhkəmə qətnamaları qapı-qapı gəzməkdən başqa mən nə eləmişəm? Dövlətin sirrini satmışam, dövlətə xəyanət eləmişəm, mən narkobaronam, mən nəyəm ki, mənim başıma torba salıb apararlar? Mən nə eləmişəm ki, məni gedər gəlməzə göndərərlər? Haqqımı istəyə-istəyə, haqqımı tələb eləməklə mənim başıma torba salınmalıdır. Haqqımı istəməklə məni gedər gəlməzə göndərməlidir bu məmurlar. Bugünkü gündə yenə deyirəm, sabah mən şərlənirəmsə, bunların cavabdehi Ekologiya Nazirliyi məmurları, Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatının rəhbərliyi, Lənkəran İcra Prokuror şöbəsi, yəni bunlardan başqa heç kimi mən günahkar tuta bilmərəm. Lənkəran İcra Prokuror şöbəsində hər 2 aydan bir teatr səhnəsi qurulurdu Ekologiya Nazirliyi məmurları ilə bir yerdə. Ki, akt yazırlar ki, 2 aya Abdullayev Azada dəymiş ödəniləcək. Hanı ödənildi? Dəfələrlə Anar Rəhimov orada bildirdi ki, sən nə edə bilmirsən ki, bu vaxta kimi? Mən bura gələndə deyir, sənin 22-dən məktubun vardı müzüstə. Get kimə istəyən şikayət elə. Get istəyən xaricdəki blogerlərə şikayət elə. Mən bunu dəfələrlə bildirmişəm. 1 il bundan qabaqda, 5 il bundan qabaqda. Çünki onun naziri mənə demişdi, dövlət vətəndaşa pul vermir. Naziri belə deyəndə, onun hüquqşünası belə deyər. Onun Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatının rəhbəri Abbasov Dadaş Nasifoğlu məhkəmə zalında deyər ki, dövlət və məmurluq pul alır, pul vermir. Bəli, bunlar deyilən sözlərdir. Mən bunu bütün məktublarımda qeyd eləmişəm, bütün şikayət ərizələrimdə qeyd eləmişəm, bütün dövlət qurum rəhbərlərinə qəbuluna gələndə şəxsən yazıb şikayət ərizəsi kimi alba-al vermişəm. Dəfələrlə Ekologiya və Nazirliyinin Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatının rəhbəri məhkəmə zalında deyib ki, bizim rəhbərlik elədiyimiz təşkilat, zavod Cənab Prezidentə aiddir və onun tərəfindən maliyyələşir. Əgər belədirsə, Cənab Prezident, mən haqqımı sizdən tələb edirəm. Sizdən istəyirəm Azərbaycan Respublikasının prezidenti olaraq dövlət adından çıxardılan məhkəmə qətnamalarına birbaşa hörmət eləməyinizi. Çünki Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamaları prezident başda olmaqla hər bir kəsin eyni qüvvəni daşıyır.
Əgər Abbasov Dadaş Nasifoğlu düz deyirsə, ondan mən sizdən istəyirəm mənə dəymiş ziyanı. Yox, əgər o yalan deyirsə, yenə də mənə dəymiş ziyanın Ekologiya Nazirliyi tərəfindən ödənilməsini və Abbasov Dadaş Nasifoğlunun cəzalanmasını tələb edirəm. Bugünkü günə onun adını çəkdiyimə görə mənim məhkəməyə verib 8.000 məndən təzminat istəyir. Budur bunların Azərbaycan Respublikasına qoyduğu, qanunlarına qoyduğu hörmət. İndi biz dərdimizi kimə deyək? Yaxşı, cənab prezident, sizə müraciət edirik, gəlib çatmır. Mehriban xanıma müraciət edirik, gedib çatmır. Köməkçilərinizin qabulunda oluruq, xeyri yoxdur. Bütün dövlət qurum rəhbərlərinin yanında oluruq, qabulunda oluruq. Ən azı 5 dəfə, 4 dəfə hər birinin qabulunda olmuşam. 9 dəfə, 8 dəfə, 9 dəfə Ekologiya Naziri Muxtar Babayevin qabulunda olmuşum. Axı biz kimə deyək dərdimizi? Bu Azərbaycan Respublikasında, müstəqil, demokratik Azərbaycan Respublikasında bir kəs varmı? Axı biz nə edək? Sonda Allaha tapşıraq hər şeyi. Vallahi bu məmurlarla Allah da əstağfurullah, nauzubillah bacarmır. Xahiş edirəm cənab prezident, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özbaşınalığına, qanunsuzluqlarına son verilərək, dövlətin adından çıxardılan məhkəmə hökm və qətnamalarına hörmət edilsin. Lənkəran İcra Prokuror Şöbəsinin qanunsuzluqları, iş bilməməzlikləri öz başlanılığının nəticəsində geri qaytarılan, Kirvan Komissiya Məhkəməsinə geri qaytarılan məhkəmə qətnamaları yenidən İcra Prokuror Şöbəsinə qaytarılsın və 2022-ci ildə qanuni qüvvəsini almış Kiçik Qızılağac balıq artırma təsərrüfatının əmlakına qoyulmuş həbs məhkəmə qətnamaları üzə çıxardılsın və həmin əmlaklar mənə təklif olunaraq yenidən təhvil verilsin.